İndi sizə Masallı rayonundan olan iki qardaşın, iki qəhrəman şəhidin döyüş yolundan danışacağıq. Nurlan və İntiqam. Qardaşlardan biri Vətən müharibəsi qəhrəmanıdır. Onların vətənpərvərliyi və şücaəti, mərd oğullar böyüdən valideynlərinin əməyi və xidməti bütün nəsillər üçün nümunədir. Mən həqiqətən də onlarla qürur duyuram ki, belə övladları böyütmüşəm, vətənpərvər. Həqiqətən də onlar vətənə bağlı olurlar həmişə. Balaca bir daxmada böyüsələr də onlar, indi onların böyük geniş bir bu muzeydə onların əks etdirilir. Onların foto şəkilləri, geyimləri, əşyaları. Torpaqlarımızı azad etmək və qardaşının qisasını almaq istəyi ilə Vətən müharibəsində də iştirak edən İntiqam əskərli xüsusi təyinatların sırasında döyüşüb. Şuşaya qədər ağır döyüş yolu keçib. Müharibənin lap sonunda, noyabrın 9-da Şuşada şəhid olub. Onun əmanətləri mənə yadigardır, iki övladı əmanəti mənə. Ataları qəhrəmandır, onunla fəxr edirlər. İntiqam əskərli Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Eləcə də Vətən uğrunda Xocavəndin, Kəlbəcərin, Şuşanın azad olunmasına görə cəsur döyüşçü medalları ilə da təltif edilib. Masallıda İntiqam əskərli adına məktəb və küçə də yeni nəsillərə bir igidin şərəfli ömür yolunu xatırladacaq. Nuranə Tərət qızı Nərgiz Orucova, Şahin İlhamoğlu, ASTV xəbər.